Baxın camaat. Ba. Gör nə günə salıb bu evi. Bu ev bu çaydan nə qədər uzaqda idi. Dünən gecə saatlarından başlayan güclü leysan yağışları şimal-qərb bölgəsində müəyyən çətinliklər yaradıb. Güclü leysan yağışları nəticəsində Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında yolları su basıb. Hazırda Şamaxı rayon ərazisində güclü leysan səbəbilə yollarda su səviyyəsi qalxıb. Avtomobillərin hərəkətində çətinliklər müşahidə olunur. Selin gəlməsi vasitəsilə kanallar dolub, su ötürücüləri dolub və yola çıxır. Güclü yağışlar nəticəsində sel Qubanın Xınalıq kəndinə gedən avtomobil yolunda hərəkəti tamamilə dayandırıb. Dağlıq ərazidən keçən sel suları yolun bir hissəsini yuyub, asfalt örtüyündə ciddi çökmələr qeydə alınıb. Eyni zamanda torpaq sürüşməsi baş verib və kəndlə nəqliyyat əlaqəsi tam kəsilib. İntensiv yağıntılar davam edir. Qeyd olunub ki, yolun bərpası və fəsadların aradan qaldırılması hava şəraiti sabitləşməsindən və intensiv yağışın dayanmasından sonra mümkün olacaq. Hazırda aidiyyatı qurumlar vəziyyəti nəzarətdə saxlayır. Sürücülərdən və vətəndaşlardan təhlükəsizlik məqsədi ilə həmin istiqamətdə hərəkət etməmələri xahiş olunur.